Salam, hər vaxtınız xeyir. Mən bu videoda Telegram qrupları, siqnal qrupları haqqında ümumiyyətlə e, siqnal qrupu nədir? Siqnal qrupunda olmalısınız, olmalı deyilsiniz. Self trade necə eləyə bilərsiniz? Öz fikirlərimi paylaşacağam. Siqnal qrupları çoxdur. Yerli siqnal qrupları da var, qlobalda olan siqnal qrupları da var, xaricilər var. Bir çox yəni siqnal qrupları var, pullu, pulsuz. Yəni ki siqnal qrupları var ki, ödənişlidir, aylığı nə bilim 200 dollar, 500 dollar, 100 dollar. Ödənişsizlər də var, hansı ki bunların bu qrupu açmaqda məqsədi nədir? Yəni düşünə bilərsiniz ki, kimin nəyinə lazımdır ki, siqnal qrupu açıb, əgər sən yaxşı tradersənsə niyə görə belə bir qrup açmısan? Mən də əvvəl belə düşünürdüm. Bu həmin traderlərin əlavə qazanc metodudur. Yəni ki, toplu yığaraq, yəni müştəri cəlb edərək hansısa brokerə cəlb edirlər və oradan müəyyən faiz qazanırlar. Yəni əvvəl düşünürdüm ki, nə ehtiyac var? Normal trader, professional trader və normal pul qazanan traderin ehtiyacı olmamalıdır bu kimi hallara. Çünki Telegram qrupu işlətmək asan iş deyil. Çox vaxt aparan şeydir ki, əgər sən intraday tradersənsə və bütün günü tradedə baxırsansa, qrafik analiz edirsənsə, sənin Telegram qrupuna da oradan bir yana siqnal yazmağın, map paylaşmağın və s. biraz həm çox yorucudur, həm də ki, dəyər dəyməzini adam oturub fikirləşəndə öz fikrimi deyirəm ki, dəyməz. Yəni necə deyim, pul qazanırsansa niyə görə bu yola əl atırsan? Əlbəttə ki, hər kəsin öz şəxsi fikri var, hər kəsin bir orada adam var, məsələn, şöhrətpərəstdir, ola bilər, fame olmağa çalışır. Adam var ki, əlavə qazanc kimi baxır o qruplara və s. Mənim burada danışacağım məsələ həmin qrupun idarə edənləri və s. deyil, tam olaraq traderlərə yönəlmişəm mən. Yəni təzə öyrənənlərdən söhbət gedir və yaxud da ki, bilikli olanlardan. Mən şəxsən çox əvvəllərdən, yəni trader başlayandan demək olar ki, harda trade siqnal qrupu görürdümsə, qoşulurdum, baxırdım, müşahidə elirdim, siqnallarını istifadə elirdim və %90% hamısı necə deyim, deməzdim fake siqnallardır. Sadəcə bunların prinsipi belədir ki, mən sadə bir qrafikdə izah eləyim. Misal üçün, hal-hazırda deyək ki, trend düşüşdədir. Belə deyək, hətta bir saatlıqda baxsaq, hə, düşüşdədir də, konkret düşüşdədir. Bu insan bu düşüşdən, misal üçün, deyək ki, saatlıqda bu zondan deyək. Fakt trend düşür, biz bilirik. Bu gəlir 15 dəqiqəlikdə, 1 dəqiqəlikdə hətta bu hissədən bay açır. Halbuki düşən trenddir. Bunun burada bay açması, bu misal üçün deyək, 92-dən gəlir qalxır 97-yə kimi 5 dollar. Bu iynədən də tuta bilən var. Hətta gəlir qalxır bura misal üçün bu hissəyə. Gəlir düşür bura, buradan bay açır. Halbuki trend mən gözümlə görürəm ki, düşən trenddir. Siz də görürsünüz ki, bu saatlıqda, 4 saatlıqda, 30 dəqiqəlikdə düşüşdədir. Nə edir bu adam? Bu scalperdir. Gəlir buradan girir. Stopları zadı bunların непонятно stoplardır. Nə error işləyir bunlarda, nə bir şey. Prosta belə deyim də mən bu pis çıxsa da, çıxmasa da qumar adlandırıram bunu. Çünki az balansla çox lot girmək qumardan başqa bir şey deyil və bu sürdürülebilir bir strategiya deyil. Sən burada qazanarsan 2 həftə, maksimum 1 ay qazanarsan, bir günə də sıfırlayarsan balansı bu. Çünki sənin strategiyan yoxdur. Sən bir şey ki 3000 dollar, 5000 dollar balansla sən 3-5 lot girirsən, yəni bu heç bir şəkildə düzgün deyil. İndi çox adam ola bilər qınasın məni ki, yox elə deyil, filan kəs belə eləyir, filan kəs bu lotla bu qədər qazanır, belə eləyir. Bu qazanmaq əlbəttə ki olar, qumarda da qazanan var. Mən demirəm ki, qumarda qazanan yoxdur. Sadəcə trade qumara çevirmək istəyirsinizsə, qumar oyunçusunuzsa, gedin girin. Gedin yüksək lotlarla əməliyyatları açın. Düşən deməli trendə əlbəttə ki, bir lotla girsən, nücər 1 dollar qalxmayacaq, hə, qazan. Amma bu məntiqli deyil. Sən trader deyilsən, sən düzgün yanaşmırsan. Sən burada iqruşka gəlmisən, oynayırsan burada. Yəni sənin heç bir planın yoxdur. Sənin error sistemin yoxdur. Sən birini 2-yə, birini 3-ə işləmirsən. Sən bunlar necə açırlar? Misal üçün buradan belə açır. Tıpını qoyur bura, stopu qoyur bura. Bu nə dərəcədə düzgündür bu? Bunun hansı strategiya sistemidir bu? Nədir bu belə? 7 dollar stop qoy, 10 dollar stop qoy, 3 dollar, 5 dollar tıpı qoy. Əgər hə bəxtləri gətirsə qalxsa bura, öldürəcəklər özlərini ki, oyda bomba, deməli ondan girdik, qalxdı 23-ə kimi 100 pip. 10 dollar qalxdı, biz partlatdıq. Sən gəl bir dənə buna geniş perspektivdə bax inan. Düşən trendə bay açmısan. Burada bağlamısan əməliyyatı, amma gəlib düşüb buralara.
Demirəm səhvdir. Hərənin bir metodu var, hərənin bir strategiyası var. Amma mənim fikrimcə bu düzgün deyil. Çünki mən gözümlə görürəm, düşən trendə mən niyə bay girməliyəm ki? Bu buradan qalxırdı, bax yüksələn trenddir. Mən yüksələn trendə bay girə bilərəm. Düşən trendə də sel girməliyəm ki, onsuz da düşüb də. Bu girib 5 dəqiqəliyin, 1 dəqiqəliyin içində bu cür əməliyyatlar açmaq çox risklidir. Çünki bu hadisə burada yox, burada baş vermiş olsaydı, o anında stop olacaqdı. Bu iynə var ha, bu elə belə iynə deyil. Bu iynəyə fikir verin. Bu birdən-birə 27-dən gəlib 15-ə, 12 dollar 1 dəqiqəlik şam düşüb. Ardıyla da 18-dən yenə düşüb 93-ə. Nə qədər bu düşüb aşağı? 20 dollardan çox hərəkət edib 1 dəqiqəlik şam. Sən burada skalp eləyə bilərsən. Balansı sıfırlayarsan elə bu 2 dəqiqənin içində. Skalp eləmək risklidir, düzdür. Amma yəni amması yoxdur. Skalp eləmək risklidir bu qədər. Mən yəni illərlə trade eləmişəm, hər cür strategiyanı yoxlamışam, hər cür Telegram qruplarında olmuşam və yekunda gəldiyim icmal budur ki, eyni anda bir siqnal qrupu təsəvvür eləyin, gəlir. Bax belə deyim də sizə çox basit bir nümunə. Elə gözümün qabağında olan bir şeydən deyəcəm. Baxırsınız ki, X adında Telegram qrupu buradan pay verib, stopu qoyub bax bu iynəyə. Burada da 3 dollarlıq 5 dollar, 5-dir, deyək ki 4-5 dollar qalsa ona belə deyək. Belə bir şey eləyib. Bu 5 dəqiqəlik qrafikdir. İstərsiniz 1 dəqiqəlikdə baxsaq belə olacaq. Bu buradan bay verib, qalxıb, bəli. O birisi qrup isə nə deyib? O birisi qrupda təqribi bu zonalardan yazıb ki 15-dən sel girin misal üçün. Mən də girdim 15-dən sel. Düz girdim? Yox, düz girmədim. Sel girməliydim. 15-dən sel, stopu da qoyun deyib deyək təpəyə. Tıpını da qoyun misal üçün bunun dibinə. Okey. Bu birinci siqnal verən, bax bu. Bax bu. Burada tutdu. Hətta bu qalxıb bura, vəbşə öldürür özünü ki, gör nə qədər qalxdı, girişimiz 0.5 idi, gəldi 15-ə, hoşum 100 bit buradan partlatdıq da, günü dağıdırıq, biz bomba treydirik. O birisi trader da gözləyib girişini, buradan sel verib. O da qalxıb biraz mənfiyə gedib, narahat olmayın, buradan da girin, narahat olmayın, buradan da girin. Gəlib düşüb, hara düşüb? Tıpı qoyduğu yerə. Oradan da aşağı düşüb. Bu da burada özünü öldürür ki, 15-də girmişik. Uje 0.3-ə düşüb. 0.5-ə düşəndə uje 100 pis buradan eləyir 10 dollar. Elə sonradan da 2 saatdan sonra paylaşacaq ki, saxlayanlar var. Görün hara kimi düşüb. Baxın, 81-ə kimi düşüb. Partlayış. Biz bomba treydirik. Bu o deməkdir ki, mən bundan qabaqki dərslərimdə də demişdim. Hardan girirsinizsə girin az lotla. Onsuz da həmişə profitdə olacaqsınız. Necə girirsiniz girin ha. Çünki qiymət onsuz da bu zonada 1 dəqiqəlik şamda heç nədir. Onsuz da oynayır. Gün ərzində 50 dollar, 60 dollar oynayır aşağı yuxarı. Gir otur gözdə axır əvvəl tip olacaqsan da. Burada nə risk reward prinsipi var, nə bir loss idarə etmə prinsipi var. Sadəcə bu mənasız və sürdürülə bilən profitable olmayan bir trade tərzidir bu. Mənim fikrimcə. Yəni deyirəm, mən heç kimin fikrinə hörmətsizlik eləmirəm, heç kimin qazancına ilişmirəm. Yəni kiminsə bazarını öldürmürəm falan filan. Sadəcə öz fikrimdir və ağlı başında olan adam da bunu görə bilər ki, buradan yəni bir müddət 1 ay, 2 ay müşahidə eləyin siqnal qruplarını. Hətta 3-4 dənə siqnal qruplarını müşahidə eləyin, görəcəksiniz ki, eyni anda biri bay verir, biri sel verir, biri buradan bay verəcək. Hətta buradan da bay verən ola bilər. Baxın, buradan biri bay verəcək belə. Bax belə. İndi bunun üstündə göstərim, ya da göstərim, qarşılıqlı qoy olsun. Stopu qoyacaq bura. Adicə buradan, deməli 15-dən 19-a qalxan kimi buradan 2 dollar da qalxsa ya. Bir də bunların nə teması var? 2 dollar qalxan kimi break even. Break even bilirsiniz də nə deməkdir? Yəni stopu çəkin girişə. Buradan 1 dollar qalxan kimi bunu gətir qoy bu dibinə bunu ki, zero risk olsun. Okey, riski önləməyin yaxşı haldır. Sən 2 dollar hərəkətlənmədən neçə lotla girməlisən ki, bu sənin paylaşdığın siqnaldan kimsəyə bir pul qazansın və yaxud özün. Buradan dalbadal 0.1-lərlə açıb, əlbəttə 2 dollar, 3 dollar hərəkət eləyəndə sən 1 lot, 2 lot girmisənsə, əlbəttə oradan pul qazanacaqsan. Amma bu nə dərəcədə düzgündür? Bunun stopuna bax bir dənə, bu gəlib burada stop olsa nə olacaq bəs? 15-dən 0.5-ə gələndə 10 dollara bir lotdan 1000 dollar sıfırlamaq deməkdir. Balansı 1000 dollar azaltmaq deməkdir. Nəyin qarşılığında? 2 dolların qarşılığında. 2 dollar nə var hərəkət edir. Sən oradan 400-500 dollar pul tutacaqsan deyə 1000 dollar risk atırsan, belə çıxır. Bəli, bunlar atırlar. Siqnal qruplarının deməli trade eləmə tərzi budur. Eyni anda dediyim kimi biri sel verəcək, biri buy verəcək, ikisi də tutacaq. Ara yerdə siz qalacaqsınız. Çünki birinci siqnal qrupu buy verən kimi girəcəksiniz. Bu qalxanda görəcəksiniz bu sel verib, götürüb bunu bağlayıb sel açacaqsınız. Bunu sel açacaqsınız, bu qalxa gedəcək. Baxacaqsınız ki, o birinci qrup deyir ki,
qalxdı, partlatdıq, uçur, qrafik belə bombadır, raket kimi gedirik göyə. Amma sən mənfidəsən. Niyə? Çünki bu birisi qrup səni çaşdırıb. Sonra bu mənfidə ola bunu bağlayacaqsan, görürsən bu düşür. Sən ayda niyə belə oldu? Çünki sənin öz fikrin yoxdur, sənin bir planın yoxdur. Sən yapışmısan onun bunun siqnalından. 50 dənə gündə siqnal verirlər. Yarısı düz, yarısı səhv. Sən də öz prinsipləri qoymusan qırağa, başlamısan başqalarının deməli strategiyası ilə əməliyyat açmağa. Qətiyyən olmaz belə bir şeylər. Mən dəfələrlə yoxlamışam, illərlə mən aylarla qalmışam, müşahidə eləmişəm. Çox mənfim də olub bu qruplara görə. Yəni söhbət yerli qruplardan getmir, dediyim kimi qlobal qruplar da var, çox savadlı traderlər də var, amma hər bir halda onların balansına və lotuna görə girişiniz sizinki ilə eyni olmalı deyil. Siz baxmayın ki, o buna eləyir, mən də buna eləməliyəm. O nə edirsə 10 qat ondan az eləməlisiniz. Onun deyək ki, balansı var bu mənfini gözləməyə. Bəlkə sənin balansın yoxdur bunu gözləməyə. Sən hesablamalısan mənfi, müsbəti. Ondan da əlavə, yenə də deyirəm, əgər balansını idarə edə biləcək şəkildə girsən, bunlar 3 dollar, 2 dollar hərəkətdən baxırsan ki, 1000, 2000 dollar qazanırlar. Sən qazanırsan oradan 20 dollar, 30 dollar. O da saçma bir prinsiplə. Necə ola bilirdi o? Bu qalxır, sənin stopun sənin karından 7 dəfə, 8 dəfə çoxdur. Nə mənası var bunun? Bir dəfə stop olsan, sənin bir həftəlik qazancın getdi. Bu deməkdir o. Yəni ki, mənim bunu paylaşmaqda, bu videonu çəkməkdə məqsədim odur ki, bu cür qrupları sadəcə müşahidə eləmək məqsədlə izləyə bilərsiniz ki, bazardakı insanların fikri nədir? Hər kəs mi mənim kimi düşünür, yoxsa tək mən belə düşünürəm? Ona görə qruplarda olmağınız normaldır. Okey, izləyin, baxın, görün ki, cəmaət nə açır, bazar hansı istiqamətdə gedir və qruplardakı insanların fikirləri nədir? Amma bu o demək deyil ki, ilk paylaşılan siqnalı göz yumulu girməlisiniz. Misal üçün, buradan belə deyək də, belə bir şey danışım. Buradan gördünüz ki, bay verib, baxın saatlığa. Misal üçün deyirəm bu hissəni. Trend düşüş trendindədir. Bu düşür. Daily-yə keçin, baxın, 4 saatlığa baxın. Aşağıda dəstək var, yoxdur, hardan qayıda bilər? Qiymət bəlkə də bura kimi gələ bilər. Bura özüm üçün atıram dəstək səviyyəsi. Bu xətti silirəm buradan. Çünki bu bayaqları göstərmək üçün çəkmişdim. Bu gəlib buradan da qayıda bilər, hətta ola bilər qayıtsın buradan. Amma yenə də düşüş trendindədir. Bu hissədən bu yaşıl şama alınıb bay girənlər burada balaca hərəkətlənmədən tullar. Amma bu şam bədbaxt eləyir adamı. Sən burada stop hara qoyacaqsan? Düşüş trendində niyə bay girirsən ki sən vəbşi? Düşən trenddə sel aç ki. Hə, nəyim danışırdım? Bu bir dəqiqəlikdə burada bay verib. Çünki scalp eləyir. Sənin bəs böyük time frame-dəki trendin hansı istiqamətdədir? Aşağı istiqamətdədir. Sən əgər grafikə baxmısansa, analiz eləmisənsə, sən tradedən xəbərin varsa, grafikdən xəbərin varsa, düşən trenddə bay girməyin düzgündür, otur müşahidə elə özün üçün fikirləş ki, filan kəs bay verib, düz eləyib, özünə biraz inamın olsun da, özünə güvəndi. İnan ki, o səhv girib o. O stop olacaq. Mən amma gözləyəcəm düzgün girişi. Dəfələrlə elə olub ki, mən girməmişəm, siqnal qrupları stop olub və yaxud da ki, karda olsalar belə 1 dollar, 2 dollarlıq hərəkətdə karda olublar. O cür trade eləməyə nə var? 3 lot girginən 50 sent qalxsın bağlı ki, kardayam. Otur bəhbəhlə paylaş ki, bu qədər kar oldu bugün. Bu nə mənadır? Sən 10 dollar, 13 dollar, 7 dollar, 8 dollar stop qoyğuna, 1 dollar, 2 dollar müsbətə çıxan kimi gətir stopu qoyğuna giriş və ki, nə var trade edirəm. Belə trade olur. Olmur. Kim eləyir özü bilər, yaxşı eləyir, qazanır, əla, lap gözəl. Mən amma təzə öyrənən traderlərə, qrafik oxuya bilməyən traderlərə qətiyyən məsləhət görmürəm ki, kiminsə siqnalı ilə göz yumulu əməliyyata girəsiz. Öyrənin, bu qədər video paylaşmışam. Baxın, qrafiki analiz eləməyi öyrənin. Bilin ki, qrafik hara gedir. Baxırsınız ki, düşən trenddir. Gözləyib ki, kimsə paylaşıb ki, misal üçün, bu zonadan 205 zonasından sel. Otur gözlə 205 zonasına gəlsin, sonra aç ki. Amma gördün, yox, buradan bay verib. Okey, bax, buradan bay verən də olacaq. Bax, qalxır, görsən. O buradan tutacaq. Sonra buradan girən adam, bax, buradan bir dənə sel açacaq belə. Sonra o da buradan tutacaq. Bax, belə eləyəcək. O da gələcək, bax, buradan tutacaq. Sən qalacaqsan gic yerindəki. Necə olur? Aşağıdan bay verir, filan kəs tutur. Bu yuxarıdan sel verir, bu tutur. Mən niyə qalmışam bunların ikisinin arasında mənfi oluram? Çünki öz planın yoxdur, öz disiplinin yoxdur, öz fikrin yoxdur, özünə güvənin yoxdur. O başqa adamların qruplarda paylaşdıqları şeylərə gözüyumlu inanırsan, amma öz biliyi və öz istedadı və öz analiz qabiliyyətinə inanmırsan. Niyə? Çünki qorxacaqsan. Olma elə. Gözüyumlu siqnal qruplarının verdiyi siqnalları öz pulunuzla tətbiq eləməyin. Heç fonda da deyərdim tətbiq eləməyin. Neyləyin? Gedin demo hesab açın, özünüzü məşq elətdiniz. Sən kim deyir qaç get pul qoyğuna? Bir dənə demo hesab aç. Demo hesaba 1000 dollarlıq balanslıq bir dənə demo aç.
alt maksimum 0,1 lotla bölüşdür 0,2-yə, %1-ə, %5-ə. Maksimum sən gün ərzində itirə biləcəyin məbləği seç ki, $150, $100. Başla trade eləməyə, swing trade elə. Scalp eləmək istəyirsən elə. Amma orada $10, $5 qazananda demək ki, azdır pul. Çünki sənin balansına görə deməli scalp trade'ində az lot girməlisən. Girəcəksən böyük lotla, həmin gündə sıfırlayacaqsan balansı. Çox qazanmaq istəyirsən, swing trade elə. Aç 0,5-lə gözlə günün axırına kimi. Gör nə qədər qazanırsan. Belə, bu videoda danışmaq istədiyim məsələ Telegram qrupları ilə bağlı bu məsələlər idi. Ümid edirəm ki, fikirlərimi düzgün izah eləyə bilmişəm. Heç kəsə demirəm ki, səhv eləyirsən. Hər kəsin öz işidir. Mən sadəcə öz fikirlərimi bölüşürəm və trade bilməyib, qrafik oxuya bilməyən adamın bu istiqamətdə, bu sahədə hələ öyrənmə aşamasında olan adamın gedib kimlərinsə Telegram kanalına qoşulub bədbəxt olmasını istəmirəm. Çox adam tanıyıram, göz yumulu inanırlar, sitayiş edirlər Telegram qruplarına, amma elə deyil. Yəni ən azından demo hesabda müşahidə edin onların girişlərini. Açın bir dənə demo hesab, baxın görün nə siqnal verirlər, nə edirlər onlar vəbşi. Sağ olun.